Ləzginka əsasən Şimali Qafqaz xalqlarına məxsus olan ənənəvi bir rəqsdir. Bu rəqs sürətli və enerjili hərəkətləri ilə tanınır. Adətən kişi və qadın rəqqaslar tərəfindən birlikdə ifa olunur. Ləzginka rəqsinin hərəkətləri və ritmi rəqqasların çevikliyini, zərifliyini və gücünü nümayiş etdirir. Bu rəqs həm də müxtəlif mərasimlərdə və bayramlarda icra olunur. Ləzginka həmçinin Qafqaz xalqlarının mədəni irsinin və ənənələrinin bir hissəsi olaraq qəbul edilib. Beləliklə, əziz Qusarlılar və rəqsə həvəsi olan xanımlar və bəylər, Qusar Olimpiya İdman kompleksində Ləzginka Rəqs Dərnəyi fəaliyyətə başlayıb. Həftənin şənbə və bazar günləri keçiriləcək bu rəqs kurslarına 5 yaşdan yuxarı oğlanlar və qızlar qoşula bilərlər. Rəqs kursunu istedadlı rəqqas Ləzginka rəqs qrupunun bədii rəhbəri Radik Niftiyev aparır. Bu fürsəti qaçırmaq olmaz. Rəqs həvəskarlarını bu mədəni və əyləncəli fəaliyyətimizə dəvət edirik.